Sürücülərə belə bir sual vermişdim ki, bu iki avtomobil nizamlanan yol ayrıcına yaxınlaşır və hər ikisinin sağa dönmə fikri var. Bunlardan hansı sağa dönə bilər? Yəni hansı düzgün dönər? Yanlış cavab verənlər də oldu, düzgün cavab verənlər də oldu və sual müzakirələrə səbəb oldu. Düzgün cavab budur ki, hər ikisi dönə bilər və heç bir qaydanı pozmaz. Niyə? İlk öncə bu yol ayrıcında diqqət edilməli məqam hərəkət hissəsinin üzərindən asılan 5-8-1 məlumat verici nişandır. Bu nişanın mənası zolaqlar üzrə hərəkətin icazə verilmiş istiqaməti nişanlarıdır. Həm də eyni istiqamətdə bizə neçə hərəkət zolağımız var, onların sayı barədə də məlumat verir. Yəni o nişana əsasən sağ zolağın tələbi ancaq sağa dönmək, sol zolağın tələbi isə həm düzünə getmək, həm də sağa dönməkdir. Bunu bildik. Demək, mavi avtomobil oradan düzdə gedə bilər, sağa da. Sarı avtomobil isə ancaq sağa dönə bilər. Amma bunlara icazəni svetofor verir. Orada tətbiq olunan üstünlük nişanı, yəni yol verin nişanı əhəmiyyətini itirir. Üstünlük nişanları svetoforların işlək olduğu təqdirdə heç bir əhəmiyyət daşımır. Nizamlanan yol ayrıcıdır. Yəni svetofor var. Svetoforun əsas siqnalı qadağadır, qırmızı siqnal yanır. Amma əlavə bölmə icazəlidir. Yəni sağa dönmək olar. Bəs nə vaxt? Yol hərəkəti haqqında qanunun 76-cı maddəsi nizamlanan yol ayrıcının keçilməsindən bəhs edir. Həmin maddədə qeyd olunub ki, əgər svetoforun əlavə bölməsi, fərqi yoxdur, sağı olsun əlavə bölmə, solu olsun, yaxud sağ tərəfində olsun, amma düzünə göstərsin. Önəmi yoxdur. Əlavə bölmə bu qaydada qeyd olunur. Əlavə bölmə svetoforun qadağa siqnalı ilə, yəni sarı siqnalı ilə, yaxud qırmızı siqnalı ilə eyni vaxtda yanırsa, bu minnətli icazədir. Yəni demək istəyir ki, başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməklə dönmək olar. Yəni sağadırsa sağa, soladırsa sola, yaxud geriyə. Burada indi sağadır. Demək, sarı avtomobil də sağa dönə bilər. Mavi avtomobil də. Bəs bunlar dönəndə dönəcəkləri yolun hərəsi bir zolağına dönə bilərmi? Yol hərəkəti haqqında qanun 42-ci maddəsinin 7-ci bəndə yazılıb ki, sürücü sağa dönərkən mümkün qədər hərəkət hissəsinin ən yaxın sağına hərəkət etməlidir. Mümkün qədər deyiləndə, yəni sarı avtomobil birinci zolağı məşğul etdiyi üçün, mavi avtomobil ona yol verməklə onun zolağına da daxil ola bilər. Onunla paralel şəkildə növbəti zolağa da girə bilər. Çünki o zolaqların hər biri bizə məxsusdur. Diqqətiniz üçün təşəkkür edirəm. Sizinlə Azər Quliyev idi.